İzləyicim soruşur ki, ayaqlarım şişir, çox qorxuram. Deyirlər ürək və böyrəkdən olur. Doğrudur? Xeyr, ayaq şişkinliyinin tək səbəbi ürək və böyrək xəstəlikləri deyil. Ümumiyyətlə son zamanlar ayağı şişən insanlar, ödəm yığan insanlar həkimə çox müraciət edirlər. Hamının da qorxma səbəbi eynidir. Ürək və böyrək xəstəlikləri. Amma bu belə deyil. Ayaq şişməsinin müxtəlif səbəbləri ola bilər. Ən geniş yayılmış səbəbi isə limfa dövranının zəifləyib nəticədə pozulmasıdır. Ən çox çəkisi çox olan insanlarda, oturaq həyatı keçirdən insanlarda olur. Nə baş verir? Limfa dövranı zəifləyir, nəticədə ayaqlar şişir, ödəm yığır, hətta müalicə olunmayanda selulit, varikoz kimi xoşa gəlməyən xəstəliklər yaradır. Bəs necə müalicə eləyək? Dərman atmaqdan bilirəm, hamı bezib. Ekrandakı ağ ürəyə toxun, qırmızı olsun, mən ətraflı izah edeyim. Sənə lazım olan kanur drenaj çaydır. Çünki bu çay gündə 2-3 dəfə səhər, günorta, axşam yeməkdən sonra dəmləyib içdiyin zaman zəifləmiş limfa dövranını aktivləşdirir, yaxşılaşdırır. Nəticədə ayaqda olan şişdir, ödəmdir tamamilə götürür. Hətta bu problemi aradan qaldırdığınız üçün selülitin və varikozun yaranma riskini tam şəkildə aradan qaldıraraq damarların keçiriciliyini də yaxşılaşdırır. Ölkənin bütün apteklərində var. Tapa bilməsəz, əczaçılarımızdan xahiş edin, zakaz verib gətirsinlər. Və ən əsası, məni takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız Baloğlanla daim sağlam qalasınız.